İzalı test, test toplusu, İngilis dili, 10-cu hissə, 30-cu sual, choose uncountable sayıla bilməyən isimləri seçin. Baxaq, hənd sözü əl mənasını verir, sayıla bilən isimdir. Bu olmaz. Bata yağ mənasını verir, sayıla bilməyən isimdir. Fiol yanacaq mənasını verir, sayıla bilməyən isimdir. 2-3. House ev mənasını verir, sayıla bilən isimdir. Cheese pendirdir, sayıla bilməyən isimdir. Bas isə avtobusdur, sayıla bilən isimdir. Mən sayıla bilməyən isimlər burada bata, fiol bir də cheese'dir. 2-3-5. D bəndi doğru cavabdır. 31-ci sual. Choose a nouns in the plural. Cəmdə olan isimləri seçin. News xəbər mənasını verir, təkdədir. Sayıla bilməyən isimdir. Qoc mal əmtə mənasını verir, cəmdədir. 2. Economics S-lə bitməsinə baxmayaraq iqtisadiyyat sözünün mənasını verir, təkdədir. Money sayıla bilməyən isimdir, təkdədir. Tost diş mənasını verir, təkdədir. Mice siçanlar mənasını verir, cəmdədir. 2-6. Children da cəmdədir, uşaqlar mənasını verir. 2-6-7. A bəndi doğru cavabdır. 8. Fruit meyvədir, təkdədir. 2-6-7. A bəndi doğru cavabdır. 32-ci sual. Choose a sentence with a nouns in the plural. Cəm isim olan cümlələri seçin. He made a note in his son's diary. Oğlunun gündəliyində. Burada son sözü təkdədir, cəmdə deyil. We see 5 women in and men there. Qadınlar və kişilər. Burada cəmdədir, 2 olacaq. Let me take you map. Map xəritə təkdədir, bu olmaz. She opened the boxes. Qutuları açdı. And saw a lot of toys there. Və oyuncaqları gördü. Burada boxes və toys söz cəmdədir, bu olacaq. 2-4. Give me these apples. Apples almalar cəmdədir. 2-4-5. Burada child sözü var, təkdədir. 2-4-5 doğru cavabdır. D bəndi doğru cavabdır. 33-cü sual. Choose a line of nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçin. Anxiety, information, benefit. Sözləri hər üçü təkdədir. A bəndi doğru cavabdır. Burada pamphlet cəmdədir, bu olmaz. Glasses, stakanlar cəmdədir. Qoc sözü cəmdədir. Burada men servants cəmdədir. Deməli, A bəndi doğru cavabdır.